Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi xəbərdarlıq edirlər. Kadmium torpaqda təbii şəkildə mövcud olan və fosfat gübrələrdə istifadə olunan ağır metaldır. Bu metal qida zəncirinə bitkilər vasitəsilə daxil olur. Siqaretdə kadmium ehtiva etsə də, əhalinin əksəriyyəti bu maddəyə ən çox qida vasitəsilə məruz qalır. Fransa Regional Peşəkar Sağlamlıq Birliyi qeyd edir ki, uşaqlarda qidalanma səbəbilə kütləvi zəhərlənmə riski var və bu onların böyüdükcə sağlamlıqlarına ciddi təsir edə bilər. Fransanın Qida və Ətraf Mühitin Təhlükəsizliyi Agentliyinə görə, böyüklərin gündəlik rasionlarının cəmi 0,6% yüksək kadmium səviyyəsi ilə əlaqəlidir. Ancaq bu rəqəm 3-17 yaş arası uşaqlarda, 14%, 3 yaşdan kiçik körpələrdə isə 3-6%-ə qədər yüksəlir. 2023-cü ildə aparılan araşdırmaya əsasən 2000-2022-ci illər arasında Avropa Birliyində ən çox kadmium xəbərdarlığı İtaliyadan daxil olub. Onu İspaniya, Almaniya, Fransa və Polşa izləyir. Avropa Birliyi 60-dan yüksək kadmium tərkibli fosfat gübrələrini qadağan etsə də, bəzi ölkələr bu limiti daha da sərtləşdirib. Fransa isə ABD-də ən çox fosfat gübrəsi istifadə edən ölkə olaraq bu istiqamətdə əlavə tədbir görməyib.